Sizin də iki kitabınız səhv etmirəmsə ayın 1-də artıq oxucularla görüşüb, deyilmi? Mövzular və istəyərdim tamaşaçılar da bu barədə bir məlumlansınlar. Ona hansı mövzular? Bəli, əslində bu kitablar da Azərbaycan qaranlıq keçmişdən aydınlıq tarixə yeni bir konseptual bir kitabdır və bu tariximizə yanlış baxışı biraz da darmadağın eləyən bir əsərdir. Təbii ki, indi kitab oxucusu yetərincə deyil, bunu tam etiraf eləyək, amma bu kitablar əslində deyək ki, günün mövzusu üçün yazılmır. Bu kitablar doğru anlayışı addım-addım 100 il sonra, 50 il sonra ya bu gün qəbul edən insanlar üçün yazılır. Ona görə də o cari demək gündəlik həyata yönəlik yazılar deyil. İkinci isə anladım, tanıdım, yaşadım. Azərbaycanın ayrı-ayrı şəxsiyyətləri, dünyada olan tanıdığımız şəxsiyyətlər, mənim tanıdığım şəxsiyyətlər öz həyatımla bağlı tarixdə qala biləcək, insanların yaddaşında qala biləcək, o insanları doğru tanımaq üçün nəzərdə tutulan kitabdır. Üçüncü kitabımı da artıq çapa verdim. Bu il biraz 60 illiyə görə mən öhdəlik götürmüşdüm ki, 3 kitabı mən tamamlamalıyam. Çünki həyatın məzmunu, hansısa bir yubiley tarixinin məzmunu onun içini dolduracaq bir mənəvi bir dəyərlərlə ölçülür. Və üçüncü kitabda məndə Cəhalət gülləsi, aydınlıq çiləsi kitabıdır. Bu, törədilmiş cinayət aktı üzərindən bu problemə bir geniş bir baxışdır və çox maraqlı orada demək cəmiyyət həyatımızı narahat eləyən və gələcəyimiz üçün təhlükələri xəbərdar eləyən çox maraqlı məqamlar olacaqdır. O da yaxın bir 10 günə demək çapdan çıxacaqdır. Yəni bu da bizim bir siyasətçi olaraq həm də bir çalışma məsuliyyətimizə aid olan məsələdir. Ona görə də bunu davam etdiririk. Təşəkkürlər. O kitabı da mən artıq təşəkkür edərək sizdən bildirmək istəyirəm ki, əldə elədim və böyük məmnuniyyətlə də oxuyacağam. O biri üçüncü kitabı isə böyük səbirsizliklə gözləyirəm. Çünki sizin həmin o 60 ilin yekununda və o sui-qəsddən çıxan nəticələr üzərinə Azərbaycanın tarixinə və indisinə baxışınız mənim üçün də çox maraqlıdır.